Adım Səid Həmidov, 18 yaşım var. Artıq 14 ildir ki, üzgüçülüklə məşğul oluram və İdman Akademiyasında təhsil alıram. Birinci məşqim üzgüçülükdə çox belə qorxa-qorxa keçdi. Ona görə ki, suya qorxurdum girməyə birinci. Amma müəllimlə bir yerdə mən girdim suya və o məşqdən sonra mənim qorxum bitdi suya və həvəsim yarandı bu idman növünə. Sonra da daha çox məşqlərdən sonra hiss elədim ki, professionalı doğru keçə bilərəm. Üzgüçülükdən başqa qayıtasız döyüşə və futbola marağım var. Çox vaxt əslində boş vaxtım olmur, amma olanda dostlarımla futbol oynamağı xoşlayıram. Amma təbii ki, üzgüçülük ən sevdiyim idman növüdür. Yarışa hazırlaşmamız çox çətin idi və intensiv idi. Mənim üçün emosional da çətin idi, amma yenə də dözdüm. Üzgüçülükdən başqa bizdə çöldə qaçış olur, bir gün crossfit olur, bir gün ağır şəkillərlə işləmə olur. Suda məşqimiz başlayır 2 kilometr razmetə. Sonra hardasa 2-3 kilometr intensiv məşq əsas tapşırır. Bir də axırda məşqçilərimiz bizə texnika tapşırıqlar verir. Belə bir dietam yoxdur əslində, amma yəni mən fikirləşirəm ki, daxil etmək lazımdır yarış qabaqları diyeti saxlamağa. Yarış qabaqları belə mən çalışıram ki, yağlı yemək yeməyim, fast food yeməyim, bir də şirniyyat yeməyim, qazlı içkilərlə bir yerdə. Bunlardır. Yarış qabağı çox ət yeyim, karbonhidrat yeyim. Komanda şəklində mən gözləyirəm ki, biz hamımız nəticələrimizi yaxşılaşdıracağıq və bu bizim üçün birinci yarışımızdır, belə böyük beynəlxalq yarışımız, Avropa çempionatı. Mən belə fikirləşirəm ki, çox böyük təcrübədir bizim üçün. Mən də özümdən istəyirəm ki, mən bütün nəticələrimi yaxşılaşdırım, finala düşürüm və bu qədər. Slovakiyaya birinci dəfə yarışa gəlmişəm bura. Bundan qabaq mən Sloveniyada olmuşam, Macaristanda, Latviyada, Avstriyada olmuşam. Amma mənim arzumdur ki, Amerikada iştirak edeyim yarışda. İnşallah 2028-də Olimpiya oyunları keçəcək Los Angelesdə. İnşallah mən yaxşı məşq edib ora vəsiqə qazanaram və Olimpiya oyunlarında da iştirak edərəm. Mən sprint məsafələri üzrəm 50, 100, 200 metrələr. Belə ən sevdiyim məsafə 200 metr qarşı usuldur. Ona görə ki, 4 stil var. Bat, arxası üstə bras və krol. Və bu elə bil ki, mənə daha rahat gəlir bu məsafə. Uzun məsafələr də üzürəm arada, amma elə belə bir çox xoşlamıram üzməyə. Ona görə ki, hövsələm çatmır üzməyə. Məsələn 1500. Ona görə də ən xoşladığım məsafələr sprint məsafələrdir.